2026 ilə bağlı ən möhtəşəm sözü İtaliyanın baş naziri xanım Giorgia Meloni'dən eşitdim. Yəni onu siz məşhur siqaret əhvalatından tanıyırsınız. Xanım daha çox mən onu Tarkovskinin Ayna filminin qəhrəmanına bənzədirəm. Belə xoş bir enerjisi və bir qadın gözəlliyi var onda. Belə kinematografik. Yəni bizim Rəcəb Tayyip Ərdoğan da, hörmətli Rəcəb Tayyip Ərdoğan da onun siqaret çəkməsindən çox narahat olmuşdu və söz vermişdi ki, ona siqareti tərk edəcək. İnşallah 2026-da Giorgia xanıma Ərdoğan siqareti tərk edər, biz də sevinərik. Və Giorgia xanım ilin yekunları ilə bağlı iclasda buyurdu ki, bu il çox işlədik, tətildə sizə yaxşı istirahət arzulayıram, amma heç narahat olmayın, 2026 daha pis gəlir. Yəni, belə bir maraqlı ifadə işlətdi. Bu, mənim yadıma bizim dostumuz Salam Sarvanın məşhur şeirini saldı. Gəl sənə təsəlli verim, darıxma düzəlməyəcək.